Salam, gəlin sizinlə bugün 4-cü sinif riyaziyyatına aid olan sınaq işləyək. Birinci testimizə baxaq. Verilmiş ədədlərdən hansını minliyə qədər yuvarlaqlaşdırsaq 64.000 edər. Birinci varianta baxırıq. 64.532 verilib. Bu ədəddə minliyimiz 4-dür. 4-dən sonraki ədəd, yuvarlaqlaşdıracağımız ədəd 4-dür. 4-dən sonraki ədəd 5 və 5-dən yuxarı olarsa, yuvarlaqlaşdıracağımız ədədin üzərinə 1 gəlirik və yerdə qalanları 0 yazırıq. Yazaq burada 65.000 eləyir bura. İkincidə də baxırıq. 5-dən yuxarı ədəd olduğuna görə bu da yenə 65.000 eləyir. Üçüncüdə artıq yuvarlaqlaşdıracağımız ədəd 3-dür. 3-dən sonraki ədəd 4, yəni 5-dən aşağı ədəd olduğuna görə bura artıq olduğu kimi qalır və yerdə qalanları 0 olur. Sonuncu ədədimizdə isə 5-in özü olduğuna görə 5 və 5-dən yuxarı ədədlər olanda yuvarlaqlaşdıracağımız ədədin üzərinə 1 gəlirik və yerdə qalanlar 0 olur. Deməli, sonuncu variantımızdır burada. 2-də deyir ki, 179, 342 ardıcılığının növbəti həddini müəyyən edin. Biz burada nə qədər artdığını müəyyən eləmək üçün 342-dən çıxmalıyıq 179-u. İndi 2-dən 9 çıxmaq olmur, ona görə 4-dən 1 onluq ona veririk. Burada qalır 3, burada olur 12. 12-dən 9 çıxdıqda 3. 3-dən 7 çıxmaq olmur, bu birisi 3-dən 1 onluq buna veririk. Burada olur 13. Burada da qalır 2. 13-dən 7 çıxanda 6. 2-dən 1 çıxanda 1. Deməli, bu 163 qədər artdığına görə indi burada 342 ilə 163-ü toplamalıyıq ki, oradakı ardıcıllıqdakı ədədi tapaq. 2-nin üstə 3 gəldikdə 5. 4-ün üstə 6 gəlirik, 10 eləyir, 0 yazırıq, 1 yadımızda. 3-ün üstə 1 gəlirik, 4, 1 də yadımızda olduğuna görə 5. Deməli, son növbəti ədədimiz 505-dir. 3-də isə deyir ki, verilən bərabərsizlikdə boş xanaya neçə yazılmalıdır? Baxırıq, 928 çıxaq sual bərabərdir 116 üstəgəl 294. Biz burada birinci 116 ilə 294-ü toplamalıyıq. 6-nın üstünə 4 gəldikdə eləyir 10. 0 yazırıq, 1 yadımızda. 9-un üstə 1 gəlirik, 10. 1 də yadımızda idi, 11. 1 yazırıq, 1 yadda. 2-nin üstünə 1 gəlirik, 3. 1 də yadımızda olduğuna görə 4. Deməli, bura 410-dur. Buradakı ədədi tapmaq üçün isə 928-dən çıxmalıyıq 410-u. 8-dən 0 çıxdıqda 8, 2-dən 1 çıxdıqda 1, 9-dan 4 çıxdıqda 5. Deməli, burada sual işarəsinin yerindəki ədədimiz 518-dir. İndi 4-cü testə baxaq. Deyir ki, 36-da 3 kəsirini ixtisar edin. 36-da 3. Bu kəsirə baxırıq ki, 36 3-ə bölünür. Hər iki kəsri məxrəci və sürəti 3-ə bölünür. Burada olur 1, burada olur 10, 2. Cavabımız deməli 12-də 1. İndi ikinci hissədən başlayaq. 5-də deyir ki, hesablayın. Burada yenə alt-alta hesablayaq. 1 tam 100-də 5. Üstə gəl 2 tam 10-da 5. Artıq burada tamı tamın altından, 10-da onluqlarda olan onluğun, yüzlükdə olanı yüzlüyün altından yazaq. 0 tam 10-da 1 toplayırıq. 5-in altında olmadığına görə 5 burada yazılır. 5 ilə 1 6. Tamları da ayrılıqda toplayırıq. 3 tam 65 deməli birinci variantımızdır. İndi burada deyir ki, müqayisə edin. Buradakı müqayisəyə baxırıq. Hansının tamı böyükdürsə, deməli o böyük ədəddir. Baxırıq 6 5-dən böyük olduğuna görə böyük işarəsi yazmalıyıq.
İmtahana 7-də deyir ki, imtahana hazırlaşan Zərifə gün ərzində 120 dənə sual işləyir. Deməli, bir günə 120 sual işləyir. O 2 həftə ərzində necə sual işləyir? Bir həftədə 7 günümüz var. 2 həftədə də 14 günümüz olacaq da, deməli 14 günümüz olacaq. Deməli 120-ni bir günə 120 işləyirsə, tapmalıyıq ki, 14 günə neçə sual işləyir. 120-ni 14-ə vururuq. 4 dəfə 2 8, 4 dəfə 1 4. Bir dəfə 2 2, bir dəfə 1 1. Sıfırımız olduğu kimi yazırıq bura. 8-i yazırıq bura. 4-ün üstə 2 gəlirik 6. 1680. Deməli, o 2 həftəyə 1680 test işləyir. İndi test 8-də deyir ki, 15-dən 46-ya qədər 6-ya bölünən ədədlərin cəmini tapın. İndi baxaq 15-dən 46-ya qədər nə qədər ədədimiz bölünür 6-ya, hansı ədədlərimiz 6-ya bölünür? 15-dən sonra baxırıq 16, 17, 18 bölünür. Artıq burada 6 artıraq 46-ya qədər 18, 24, 30, 36, 42. Artıq sonra 48 gəlir. 48 46-nın keçdiyinə görə onu yazmırıq. Bu ədədləri toplamalıyıq. Bu ədədləri topladıqda isə cavab 150 eləyir. Bunların hamısını üstəgəl toplamalıyıq. Cavab isə eləyir 150. İndi keçək növbəti hissəyə. Bu birisi hissədə isə artıq 9-dan 10-cu suallarımız qalıb. 9-cu sualımızda deyir ki, hesablayın 1 bölək 18. Yəni, bunu bu şəkildə yazaq. 18-də 1, üstəgəl 5 bölək 18. 5 bölək 18 bərabərdir. Məxrəcləri eyni olduğuna görə yazırıq. 18, 1, üstəgəl 5 bərabərdir. 18-də 6. Bu da deməkdir ki, 6 bölək 18. Deməli, bu birinci variantımız. Onda deyir ki, 2 bölək 10 kəsirini bərabər kəsir hansıdır? Burada ixtisar eləyirik. Elə ikisi də 2-nin özünə gedir. Burada qalır 1, burada qalır 5. Yəni 1 bölək 5. Burada ikinci variantımız düzgündür bu kəsrə. Bu günlük bu qədər. Bizim onlayn hazırlıq qruplarımız mövcuddur. Qoşulmaq istəyən şərhlər bölməsinə yaza bilər. Əlaqə nömrəsi verə bilərəm. Hələlik.